Oyun örümcek toru sen entelektüel Bacarırsansa örümcek torunda kal. Ya strategiya kur ya da al qisas. Sona kadar torda kalmaktır esas. Salam əziz tamaşaçılar, hər birinizi Hörümcək Toru reality showsunda xoş gördük. İndi isə oyunumuzun qaydaları ilə tanış olaq. Örümcek Toru ferdi entelektüel yarış. Yarışta 5 iştirakçı iştirak eder. Her iştirakçıya evvelden 3 can verilir. İştirakçılar əvvəlcə duelə çağıracaqları rəqiblərini gizli şəkildə seçir və növbələri çatdıqda onları duelə çağırır. Uduzmuş iştirakçı bir canını itirmiş olur. Stratejiyadan asılı olarak bir iştirakçını diğer 4 iştirakçı da duelə çağıra bilər. Bu qaydalara zidd deyil. Bütün canlarını itirmiş iştirakçı yarışdan uzaklaştırılır ve o uduzmuş sayılır. Duelə dəvət etmək sikli sona kadar devam eder. Sonda en azı bir canını koruyup saklamış yarışçı yarışın galibi hesablanır. Duelə dəvət olunmuş iştirakçı güzəşt olunan tərəf hesab olunur və o ona təklif olunmuş sual paketlərindən istənilən 2 mövzunu seçə bilər. Seçilmiş her sual paketinde 3 sual yerleştirilib. Bu suallar çətindən sadəyə doğru düzülərək 15, 10 ve 5 balla qiymətləndirilir. Bu yanda bərabərlik olduğu halda çox sadə bir süre sualı verilir və bu bərabərliyin qarşısını alır. Bugünkü yarışımızın iştirakçıları ilə tanış olun. Oyun örümcek toru sen entelektüel Bacarırsansa örümcek torunda kal. Ya strategiya kur ya da al qisas. Sona kadar torda kalmaktır esas. Sansa örümcek torunda kal. Ya strategiya kur ya da al qisas. Sona kadar torda kalmaktır esas. İlk turumuza başlayırıq. Deməli, ilk turda Azim Ramili özünə rəqib olaraq seçib. Buyur Ramil, hansı mövzunu seçirsən? Azərbaycan kinosu B ilə başlayır. Mövzu neçə? 21. 21. 21-ci mövzuya başlayırıq. Mövzumuz Azərbaycan kinosu B ilə başlayır. 15 xallıq sual. Rejissor Tofiq Tağızadə tərəfindən 1985-ci ildə ekranlaşdırılmış Azərbaycan film Bəyin oğlaması. Devam eləyək, davamını oxuyuram. Bəli. İndicə sualı Azim üçün təkrarlayırıq. Rejissor Tofiq Tağızadə tərəfindən 1985-ci ildə ekranlaşdırılmış Azərbaycan film kinostudiyasında istehsal edilmiş bu film yüksək əxlaq normaları ilə yaşayan namuslu avtobus sürücüsü Ağababa və onun böyük ailəsindən bəhs edir. Söhbət hansı filmdən gedir? Cevap var. Cevap Bağ Mövsümüydü. İkinci sualımız 10 xallıq sualla devam edirik. Bu filmin əsas qəhrəmanı sevgi və ədəbiyyat ideyalarının Ramil Yox, mən basmamışım. Bir. Azim. Xeyr. Sualı yenidən oxuyuruq. Bu film əsas qəhrəmanı sevgi və ədəbiyyat ideyalarının daşıyıcısı kimi təsvir olunan 160 yaşlı Çoban Əziz babadır. Cevap var. Yox. Babamızın babasının babası. Üçüncü sual, 5 xallıq sualla devam edirik. Azadlıq Hərəkatı filmin əsasını təşkil edir. Film Azərbaycan SSR-nin ən bahalı filmidir. Filmdə əsas rolun ifaçısı Rasim Balayevdir. Dörd, üç. Cevap yoxdur, cevap Babək. Yoxdur deyilir. Növbəti mövzu, ikinci mövzu Ramil. Olsun dünya ədəbiyyatı.
20-ci mövzu. Deməli, mövzumuz dünya ədəbiyyatı və birinci sual 15 ballıq sual. 100 ilin tənhalığı əsərinin müəllifi kimdir? Cavab yoxdur. Cavab Gabriel Garcia Marquez. İkinci sual 10 ballıq. Romeo və Juliet əsərinin müəllifi kimdir? Shakespeare. Bəli, doğrudur. Müsbət 10 bal. Üçüncü sual 5 ballıq sual. Hərb və Sülh əsərinin müəllifi kimdir? Azim. Ev Tolstoy. Bəli, doğrudur. Müsbət 5 bal. İndi isə oyunçular yerlərini alırıq. İndi isə ikinci iştirakçılarımız gəldi. Burada Kənan Ümmanı dəvət edib və Ümman bizə bir mövzu desin. Başlayaq. 11-ci Braziliya futbolçularının tam adı. İndi isə mən futbolçuların əsl adlarını sizə deyəcəm və siz onların dünyada necə məşhur olduqlarını bizə deyəcəksiniz. Birinci sual 15 ballıq sual. Edson Arantes do Nascimento. Cavab yoxdur. Cavab Pele idi. İkinci sual 10 ballıq sual. Luis Nazario de Lima Ronaldo və Kənan. Ronaldo fenomeni. Bəli, Ronaldo. Kənana 10 bal. Üçüncü sual 5 ballıq sualla davam edirik. Da Silva Santos Junior. Neymar Junior. Bəli. Müsbət 5 bal Ümmana. Və Ümman ikinci mövzunu da seç. İkinci mövzu. Avtomobil markaları ölkəni tapdı. Və avtomobil markaları ölkəni tapın. Deməli, mən sizə avtomobil markalarının adlarını deyəcəm və siz də mənə ölkənin adını deyəcəksiniz. Deməli, başlayırıq. Birinci sual 15 ballıq sualla başlayırıq. İFR Aspid, Tauro Sport, Hört An, Seat. Cavab yoxdur. Cavab İspaniya idi. İkinci sual 10 ballıq sualla davam edirik. Cherry, BID, Jelly, Changan. Ümman. Çin. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sualla davam edirik. Opel, Volkswagen, Kənan. Almanya. Bəli, doğrudur. Kənana müsbət 5 bal. Deməli, iki oyunçunun da xalları eyni olduğuna görə biz sürət sualı ilə davam edirik mövzumuza. Lada hansı ölkənin avtomobilidir? Ümman. Rusiya. Bəli, doğrudur. Növbəti turda deməli Adəm Kənanı dəvət edib. Adəm, niyə ki məhz Kənan? Cevap yok. Səbəbsiz. O da bir səbəbdir. Buyur Kənan, bir mövzu seç. 12 qara rəng. Deməli, mövzumuz qara rəng. Birinci sual 15 ballıq sual. Monitorlar üçün nəzərdə tutulmuş RGB rəng modelində rənglər 0-255 arası qiymətlər alır. 255, 255, 255 ağ rəngi əmələ gətirir. Bəs qara rəngi almaq üçün hansı 3 rəqəm lazımdır? 1-1-1. 1-1-1. Xeyr. Kənan? Basma. Cavab yoxdur. Cavab 0-0-0 idi. İkinci sual 10 ballıq sual. Dedektiv janrında yazılmış bu əsər Cəmşid Əmirovun ən populyar əsəri sayılır. Cavab yoxdur. Cavab Qara Volqa idi.
Üçüncü sualımız 5 ballıq sual. Bu dəniz Krım yarımadası və Kiçik Asiya. Kənan? Qaradəniz. Bəli, doğrudur. İndi isə Kənan üçüncü mövzumuzu, ikinci mövzunu seçirik. Mövzu olsun son 30. Mövzumuzun adı sondur və birinci sualımız 15 ballıq sual. Sonuncu Şam yeməyi əsərinin müəllifi məhz bu rəssam Adəm. Leonardo da Vinci. Bəli, doğrudur. İkinci sualımız 10 ballıq sual. Bu əsər James Fenimore Cooper'in ən tanınmış əsəridir. Əsərdə əsas obrazlardan biri Natty Bumppo'dur. Cavab sonuncu Magikan. Üçüncü sual 5 ballıq sual. X məktəb həyatının ən kövrək. Kənan? Son zəng. Bəli, doğrudur. 5 bal Kənan. 2. Deməli, növbəti oyunda Ramil Adəmi dəvət edib. Ramil, nəsə bir səbəbi varmı Adəm? Niyə məhz Adəm? Azim yox, Adəm. Yoxdur. Böyle. Adəm, hansı mövzu? En de zirveler 17. 17 ən hündür zirvələr. Bilirdim. Deməli, mövzumuz ən hündür zirvələr. Sual nömrə 1, 15 ballıq sual. Uhuru zirvəsi hansı materikin ən ucqar nöqtəsi hesab olunur? Adəm? Avustralya. Xeyr, səhvdir. Allah söyleyeyim. Hatırlamıyorum. Beraber kalma ihtimali. Cavab yoxdur. Afrika Kilimanjaro dağı. İkinci sual, 10 ballıq sual. Azərbaycanın ən hündür zirvəsi olan Bazarcı zirvəsinin hündürlüyü nə qədərdir? Adəm? 166. Bəli, doğrudur. Beşinci sual. Bu zirvə 8848 metr olmaqla Ramil? Everest. Bəli, doğrudur. İkinci mövzumuzu seçirik. Neler? Akar sayılar 28. 28 axar çaylar. Mövzumuz axar çaylar və birinci sual. 15 ballıq sual. ABŞ-nin ən uzun çayı məhz odur. Adəm? Xeyr. Burada da beraberlik aranası. Şimdi yok. Değil mi? Cavab Missouri idi. İkinci sual 10 ballıq sual. Ümumi uzunluğu 1515 kilometr olan Kür çayı. Niye sayılmış? Niye sayılmış? Daha Xeyr. Sualı tam oxuyun. Ümumi uzunluğu 1515 kilometr olan Kür çayı mənbəyi bu ölkədən alır. Türkiye. Bəli, doğrudur. nasıl olan? Üçüncü sual 5 ballıq sual. Dünyanın ən uzun çayı olan bu. En sayılmış. Bəli, doğrudur. Ay babası. İndi isə oyunçularımızı yerinə alır. Yeni oyunçularımız artıq səhnədədir. Ümman Ramili dəvət edib. Ramil, mövzu de. Şehirlerin müellifini tap. 10-cu mövzu. Deməli, mən sizə burada şeirdən bəndlər səsləndirəcəm və siz də həmin şeirin kimə aid olduğunu deyəcəksiniz. Sual nömrə 1. 15 ballıq sual. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ramil? Bəxtiyar Vahabzadə. Bəli, doğrudur. İkinci sual 10 ballıq sual. Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir, qal sənə qurban. Nə zaman istəsən əziz canımı, qumral gözlərinlə al sənə qurban. Aymaz. Mikail Müşfiq. Elə o mövzuya var. Sual nömrə 3. 5 ballıq sual. El bilir ki sən mənimsən. Ramil. Səməd Vurğun. Bəli, doğrudur. İndi isə ikinci mövzu. Mövzu seçək ikinci mövzumuz. Yeməklər ölkəmi tapın. Yeməklər ölkəni tapın getdi. Başlayırıq. Birinci sual, 15 ballıq sual. Kubdari, Lobiani, Oçaxuri,
Çurçxela. Cavab yoxdur. Cavab Gürcüstan idi. İkinci sual 10 ballıq sual. Paella, fabada, calamairus, tortilla, espanyola. Ramil. İspanya. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. Dolma, küftə. Azərbaycan. Bəli, doğrudur. Deməli, ikinci tura başlayırıq. İkinci turda Azim 3 canı hələ də qalıb. Görək bu 3 canı bu oyunda da saxlaya biləcəkmi? Ümman isə cəmi 1 canını itirib. İndi isə Ümmandan davam edirik. Ümman, hansı mövzunu seçirsiniz? 25 brendlər. Brendlər getdi və başlayırıq. Birinci sual 15 ballıq sual. Bu məşhur idman brendinin yaradıcısı əslində qardaşlar idilər. Onlar uzun illər bir yerdə işləsələr də 2-ci Dünya müharibəsi zamanı aralarında yaranan ciddi münaqişəyə görə ayrıldılar və Almaniyanın eyni şəhərlərində bir-birinə rəqib olan iki nəhəng şirkəti qurdular. Bu hansı iki brenddir? Cavab yoxdur. Cavab Adidas və Puma idi. İkinci sual və 10 ballıq sual. Bu brendin adı qədim Yunan qələbə ilahəsinin adından götürülür. Onun məşhur loqosu isə cəmi 35 dollara bir tələbə tərəfindən çəkilib və ilahənin qanadları Azim. Bəli, doğrudur. Vistaprint. Üçüncü suala davam edirik. 5 ballıq sual. Bu məşhur onlayn satış platformasının loqosundakı narıncı ox Azim. Amazon. Bəli, doğrudur. İkinci mövzu Müqəddəs kitablar. 16-cı. 16 müqəddəs kitablar. Mövzu müqəddəs kitablar. Birinci sual 15 ballıq sual. Xristianlığın müqəddəs kitabı olan Bibliya. İncil. Xeyr. Və suala davam edirəm. Xristianlığın müqəddəs kitabı olan Bibliya hansı iki hissədən ibarətdir? Cavab yoxdur. Əhd-i Ətiq, Əhd-i Cədid. İkinci sual 10 ballıq sual. Səmavi dinlərə aid edilən 4 böyük müqəddəs kitablardan üçü bunlardır. Quran, İncil, Zəbur. Bəs 4-cü kitab hansıdır? Tövrat. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. Tək Allahlı dinlərdə ən sonuncu nazil olunmuş müqəddəs kitab hansıdır? Azim? Kur'an-ı Bəli, doğrudur. İnsanlar yerinə. Və başlayırıq. Kənan Ümmanı dəvət edib. Kənan artıq 2 canı var, Ümman isə 1 canı var. Görək Ümman mübarizədə qala biləcəkmi? Ümman hansı mövzu? 8-ci heyvanlar. Və heyvanlar mövzusu getdi. Birinci sual 15 ballıq sual. Dünyada elə bir heyvan var ki, o həm quruda, həm suda yaşaya bilir. Ördək kimi dimdiyi, qunduz kimi quyruğu var və məməli olmasına baxmayaraq, ballalamaq əvəzinə yumurta qoyur. Ümman? Ördək quru. Bəli, doğrudur. İkinci sual 10 ballıq sual. Bu heyvanın dili öz bədənindən daha uzun ola bilər. Kənan? Zürafa. Xeyr. Mənfi 10 bal. Bu heyvanın dili öz bədənindən daha uzun ola bilir. O gözlərini bir-birindən asılı olmayaraq müxtəlif istiqamətlərə Ümman? Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. Bu nəhəng heyvanın qulaqları həm yaxşı eşitməyə Kənan? Bəli, doğrudur. Ümman ikinci mövzunu 9-cu idmançılar siyasi idman növünü tap. Aha, 9-cu mövzu getdi. Məşhur idmançıların siyasi.
Birinci sual 15 ballı sual. Jack Nicklaus, Arnold Palmer, Tiger Woods. Ünvan? Xeyr. Mənfi 15. Cavab var Kenan. Cavab golf. İkinci sualla devam edirik. 10 ballı sual. Hidayət Türkoğlu, Kərim Abdulcabbar, Michael Jordan. Kenan? Basketbol. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. Alexander Karelin, Rıza Kaya, Namik Abdullayev. Flash. Kenan? Bəli, doğrudur. Deməli, sürət sualına davam edirik. Xallar bərabər olduğuna görə. Ronaldo, Messi, Kenan? Futbol. Bəli, doğrudur. Rəqət. Artıq yeni tura başlayırıq. Yeni turda Adəm Kənanı dəvət edib və onu da xatırladaq ki, Ünvan hörümcək torundan uzaqlaşdı. Artıq 4 nəfər qalıb hörümcək torunda. Adəm, niyə məhz Kənan? Əslində bayaq kiramda ucuzluğuma görə Cananı dəvət elədim. Gözəl idi. Qisas almaq üçün. Kənan, hansı mövzu? 27 palindrom sözü. 27 palindrom sözlər. Onu da xatırladaq ki, Adəmin artıq bir canı qalıb. Ünvanın elədiyi səhvləri sənin də etməyəcəyini düşünürəm. Və başlayırıq palindrom sözlər. Birinci sual 15 ballı sual. 3 hecalı palindrom sözlərə çox nadir halda rast gəlinir. Onlardan biri bu sözdür. Bu söz adət sözünə sinonimdir və çox vaxt elə adət sözü ilə eyni işlənir. Adəm? Neyse, aynen. Bəli, doğrudur. İkinci sual 10 ballı sual. Toylarda, şənliklərdə rəqs edənlərin başı üzərində fırladılaraq atılan və ya musiqiçilərə verilən bəxşiş pul bu palindrom sözlə adlandırılır. Bunlar rəskar deyil. Adəm? Şabak. Bəli, doğrudur. Üçüncü sual 5 ballı sual. Bu iki söz körpələrin tələffüz edə biləcəyi ən sadə və simmetrik sözlərdir. Adəm? Yok. Ana və ata. Bəli, doğrudur. İkinci mövzu Kənandan. Kənan, indi isə növbəti mövzunu seç. Davam edək. 4 kimyəvi elementlərin etimologiyası. Bəs hamısını bilirsiniz. Bir tanesi bilmiş. 5 balada bakarsınız. 5 balığı satışında. Mövzu kimyəvi elementlərin etimologiyası. Birinci sual 15 ballı sual. Bu element öz adını Olimpdən odu oğurlayan Titanın şərəfinə adlandırmışdır. Cavab yoxdur. Prometheum. İkinci sual 10 ballıq sual. Yunanca litos daş deməkdir. Lityum. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. Hansı element tərcümədə su yaradan deməkdir? Kənan? Ay ya. Hidrogen. Bəli, doğrudur. İkinci dövrdə Ramil Ünvanı dəvət etmişdi. Ünvan isə vaxtından əvvəl oyundan çıxdığına görə və Ramil yeni oyunçu dəvət etməlidir. Ramil, kimi çağırmaq istəyirsən? Azim. Riskli bir seçim idi. Onu da xatırladaq ki, Ramilin 2 canı, Azimin isə hələ də məğlubiyyətsiz seriyası davam edir. Görək Ramil bu seriyanın sonu yetirə biləcək. Azim, hansı mövzunu seçirsiniz? 18. Mövzumuz ABŞ prezidentləri ilə davam edirik. Birinci sual 15 ballı sual. Hansı Amerika Birləşmiş Ştatları prezidenti ilk dəfə Nobel sülh mükafatına layiq görülmüşdür?
Cavab yoxdur. Bu Roosevelt idi. İkinci sual 10 ballıq sual. ABŞ-nin 44-cü prezidenti olmuş Barack Obama. Ramil. Dərli prezident. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. ABŞ-nin ilk prezidenti kim olmuşdur? Ramil. George Washington. Bəli, doğrudur. Deməli, ikinci mövzunu seçirik yazayım. Onun için Onun için təkrar yarışlar getdi və başlayırıq. Birinci sual 15 ballıq sual. Azərbaycan televiziyasının birində yayımlanan bu intellektual veriliş Amerikanın Jeopardy şousunun Azim. Bəli, doğrudur. İkinci sual 10 ballıq sual. Bu milli intellektual oyun layihəsinin rəhbəri Ramil. Xəmsə. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. Bu populyar intellektual yarış 3 suala cavab axtarır. Ramil. Örümcək Tom. Xeyr. Ne harbi? Oydu. Bəli, doğrudur. Deməli, xallar bərabər olduğuna görə indi sürət sual olacaq. Sumqayıt şəhər sakini olan Rövşən Zaman Ramil. Branding. Xeyr. O. Vurub. Azim. Bəli, doğru. Sualın tamamı Sumqayıt şəhərində olan Rövşən Zamanovun ilk dəfə dünya tarixində Hörümcək Toru adlı intellektual yarışı keçirilmişdir. Artıq 3-cü dövr başlayır. 3-cü dövrdə Azimin hələ də 3 xalı var və məğlubiyyətsiz seriyası davam edir. Ramilin isə cəmi bir canı qalıb. Ancaq bu oyunda udmalıdır. Deməli, mövzu seçilir Ramil. Rayonların abidəsi. 6-cı mövzu rayonların abidə siyasi. Rayonların abidə siyasi mövzusu ilə davam edirik. Burada mən abidələrin adını sizə deyəcəm, siz də hansı rayonda yerləşdiyini. Birinci sual 15 ballıq sual. Xudavəng, Xanaberd, Ramil. Rayon. Xeyr. Mənfi 15. Xudavənd, Xanaberd qalası, Lök, Orta əsr Qaya qala, Comərd qalası, Uluxan qalası. Cavab yoxdur, cavab Kəlbəcər idi. İkinci sual 10 ballıq sual. Aşağı yuxarı Kərvansaray, Gələsən görəsən qalası, Xan sarayı. Ramil. Şəki. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. Üçüncü sual 5 ballıq sual. Mərdəkan qalası, Nardaran qalası, Ramil. Şəki. Bəli, doğrudur. İkinci mövzu Ramildən. Onu da xatırladaq ki, xallar artıq bərabərdir. Dövlətlərin hökmdar siyasi. 7-ci mövzu dövlətlərin hökmdar siyasi. Hökmdarların adlarını mən sizə deyəcəm, siz də hansı ölkəyə aid olduğunu deyəcəksiniz. 15 ballıq sual, birinci sual. Koreyasu, Ieyasu, Yoshimune, Yoshimitsu. Azim. Yapon. Bəli, doğrudur. İkinci sual 10 ballıq sual. Arıqbuğa, Çünkü, Tuli, Kubilay, Ramil. Böyük Mongol imperiyası. Bəli. Üçüncü sual 5 ballıq sual. Xatırladaq ki, Ramil bu suala cavab verməlidir. Cavab versə xallar bərabərləşəcək, oyun sürət sualına davam edəcək. Yox, əgər cavab verilməsə Azim oyunu udacaq və Ramil oyunu uzaqlaşacaq. Üçüncü sual 5 ballıq sual. 8-ci Henry, 1-ci George, Ramil. Fransa. Xeyr. Azim. Cavab İngiltərə idi. Və Ramillə sağollaşdı. Ramil gözəl oynadı və Azimin məğlubiyyətli seriyası hələ də davam edir.
Üçüncü dövrdə daha bir oyunçu oyundan uzaqlaşdı. Bu Ramil idi və yeni oyunçularımız artıq masadadırlar. Burada Kənan Azimi dəvət edib. Xatırladaq ki, Kənanın da bir canı qalıb. Azimi hələ də 3 canı var. Azim indi mövzu seçəcək. Olsun. Tarixi filmlər və davam edirik. Birinci sual 15 ballıq sual. Pearl Harbor filmində hadisələr məhz bu müharibə zamanı cərəyan edir. Cavab yoxdur. İkinci Dünya müharibəsi idi. İkinci sual 10 ballıq sual. Britaniyalı baş nazir Margaret Thatcher'in həyatından bəhs edən 2011-ci il Azim. Bəli. Üçüncü sual 5 ballıq sual. Oppenheimer filmində Tom Conti bu Alman fizikini canlandırır. Azim. Xeyr. Hangi o? Cevap Albert Einstein. İkinci mövzuna devam edelim. Mövzumuz hansı olacaq Azim? Bəli. Deməli başlayırıq. Birinci sual 15 ballıq sual. Bu həm bir stolüstü oyun, həm də məşhur bir çörək brendinin adıdır. Bu söz çörəklər üçün birinci sort ən yaxşı mənasında işlənilir. Söz İspan mənşəli bir sözdür. Cavab yoxdur. Cavab Uno idi. İkinci sual 10 ballıq sual. Bu həm bir qrup iştirakçı tərəfindən oynanılan strateji bir oyun, həm də gizli fəaliyyət göstərən qanunsuz işlərlə məşğul olan mütəşəkkil cinayət qruplarına verilən addır. Kənan? Hiç o mafya. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. Logosunda olan nöqtələr şirkətin açılan Kənan? Domino's Pizza. Bəli, doğrudur. Üçüncü dövrədə Adəm Azimi dəvət edib. Adəmin bir canı qalıb, Azim isə 2 canı var. Adəm, niyə məhz Azim? Sizin zəkamla çox oynadım. Ona görə adını seçmək istədim. Yəni bunu da deyim ki, xatırladım ki, sizə Azimi seçmək biraz təhlükəli idi sizin üçün. Ola bilər, onsuz da Və buna görə də sizi təbrik edirəm. Azim, hansı mövzuna davam edirik? 14 smart telefon. Bəli, başlayırıq. Birinci sual 15 ballıq sual. 2026-cı il yanvar ayının statistik məlumatlarına görə bu telefon markası satış populyarlığına görə ölkəmizdə ilk pillədədir. Adəm? iPhone. Xeyr. Azim? Xeyr. Cavab Samsung idi. İkinci sual 10 ballıq sual. Çin istehsalı olan və büdcə dostu adlandırılan Adəm? Evet. Bəli. Bir tane sosyal cevabı. Bəli, doğru idi. Sual cavabı Xiaomi idi. Çin istehsalı olan və büdcə dostu adlandırılan bu smart telefonlar populyarlığına görə 21-56%lik nəticə ilə ikinci yerdə idi. Və üçüncü suala keçirik. Üçüncü sual 5 ballıq sual. Məşhur Amerika brendi olan bu məhsul iPhone. Adəm? iPhone. Bəli, doğru idi. Apple brendi olan şirkət tərəfindən istehsal olunur və ölkəmizdə populyarlığına görə 3-cü pillədədir. İndi isə Azim növbəti mövzunu seç və davam edək. 19. 19-cu mövzu. Dünya musiqisinin ritmləri. Birinci sual 15 ballıq sual. Hansı ölkə reggae musiqisinin və Bob Marley'nin vətəni sayılır? Heç kim risk eləmədi. Cavab Yamayka idi. İkinci sual 10 ballıq sual. Hansı məşhur musiqiçi Diller albomu ilə pop musiqisinin simvoluna çevrilib? Azim? Bəli, doğru idi.
Üçüncü sual o 5 ballıq sual. Hansı ölkədən olan BTS qrupu K-pop Azim? Bəli, doğrudur. Və bərabərədir. İndi isə xallar bərabər olduğuna görə sürət sualı ilə davam edəcəyik. Yuxu qrupu hansı ölkəyə? Azim? Bəli, doğrudur. İndi isə Adəmlə də sağollaşdıq. Adəm də gözəl oyun oynadı. Artıq finaldayıq. Finalda oyuncularımız Azim və Kənan qalıb. Bunu da xatırladaq ki, Azimin məğlubiyyətsizlik seriyasını Kənan sona yetirmişdi və bununla davam eləsə artıq oyunun qalibi də ola bilər. Azim isə oyunun sonuna qədər 2 xalını qoruyub saxlayıb və Kənan mövzunu seç və davam edək. 22 o demiş. O demişdir mövzusu. Birinci sual 15 ballıq sual. Birinci sual 15 ballıq sual. Mən dünyanı dəyişə bilmərəm. Amma suya elə bir daş ata bilərəm ki, çoxlu dalğalar yaransın. Bu dərin mənalı sözlər xeyriyyəçilik fəaliyyəti və fədakarlığı ilə tanınan Nobel sülh mükafatı laureatı olan hansı xanıma məxsusdur? Bəli, doğrudur. İkinci sual 10 ballıq sual. Kəpənək kimi uç, arı kimi sanc. Dünya Kənan? Muhammed Han. Bəli, doğrudur. Üçüncü sual 5 ballıq sual. Bu bir insan üçün kiçik bir addım, bəşəriyyət üçün Kənan? Neil Armstrong. Bəli, doğrudur. İndi isə ikinci mövzunu seçirik. Azim. Artıq final olduğuna görə mövzu seçimi dəyişdir və burada bir dəfə Kənan seçdiyinə görə növbəti dəfə indi isə Azim seçməlidir. Azim hansı mövzunu oynayırıq? 15 şahane. 15 şəlalələr getdi və davam edirik. Birinci sual 15 ballıq sual. Dünyanın ən hündür şəlaləsi olan Anheldən Kənan? Və davam edirik. Anheldən fərqli olaraq saniyədə tökülən suyun həcminə görə bu şəlalələr kompleksi dünya lideri sayılır. Braziliya və Argentina sərhədində yerləşən 275 şəlalədən ibarət olan nəhəng şəlalələr kompleksinin adı nədir? Cavab Iguazu şəlaləsi idi. İkinci sual 10 ballıq sual. Yerli dildə adı Moisi Oatunya olan və Afrikada Zambezi çayı üzərində yerləşən Azim? Bəli, doğrudur. Zimbabwe çayı üzərində yerləşən şəlalə necə adlanır idi sualımız və cavab Victoria. Üçüncü sual 5 ballıq sual. Bu şəlalə Quba rayonunda yerləşir və Kənan? Bəli, doğrudur. Artıq oyunumuzun sonuna gəldi. Oyunumuzun sonunda indi isə qalibimizi müəyyənləşdirəcək. Prodüserdən soruşaq xal durumu. Və indi isə məlum oldu ki, oyunumuzun qalibi Azimdir. Azim həqiqətən də əzmlə gəldi oyunun sonuna qədər. Dünya tarixindəki ilk Hörümcək Tor adlı oyunun qalibi oldu Azim və bununla bağlı sizi təbrik edirəm və gələcək fəaliyyətimizdə uğurlar arzulayıram. Və verilişin aparıcısı mən Ziya Bayramov. Hörümçək toruna düşmüş bütün canlılar bu tordan qaçmağa, bizim iştirakçılar isə fərqli olaraq hörümçək torunda qalmağa çalışır. Hörümçək torunun ilk sakini Azim Manafov.